Narkotik ittihamı ilə həbs edilən özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşad qızının soyadı Əsgərovadı məhkəmə istintaqı başlayıb. O, konvoyun müşayiəti ilə məhkəmə salonuna gətirilib. İlhamə Elşad qızının zala daxil olan kimi ilk sözü mənim günahım yoxdur. Özüm də sıradan bir insan deyiləm. Bundan əlavə xəstə ola-ola həbs edilmişəm. Ötkisəm yoxdur, kebab zad da yeyə bilmirəm deyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham haqqını elan edib və dəyərli izləyicilər, görüntüləri YouTube kanalımızdan görürsünüz. TikTok'dan və digər platformalardan bizi izləyənlər varsa YouTube'da İntiqam Valihoğlu yazıb görüntülərə də baxa bilərsiniz. İlhamə Elşad qızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə o 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib. Mən Azərbaycan qadınıyam, bundan əlavə şairəm. Allah mənə 2 qat ağıl verib, bütün günü hər yerdə məndən yazırdılar. İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başımda qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm, o qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm, dəstək olmaq lazım idi mənə. Bahar vaxtıdır, indi mənim yazıb yaradan vaxtımdır. Götürüb salıblar Kürdaxanıya, həbsə, belə narkoman olar. Bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam, heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib və 4 misra şeirindən səsləndirib. Mən tərtəmiz, pak qadınam. Nə var TikTok'da? Direl zad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm. Allaha cür getməsin. Yəni, bu xəbəri gülmədən də oxumaq olmur. Düzdür, həyatda heç kim bilmir necə olacaq. Amma özü də əslində fərqindədir ki, nə deyib, nə edib. Yəni, TikTok'da direl demək və həmin görüntünün yayılması bəyəm azdır. Amma bütün hallarda mən bu qadını belə deyək, şəxsən çox dərindən, yaxından da olmasam, amma belə yetərincə tanıyıram, doğrudan da istedadlı adamdır. Amma mən elə gəlir ki, biraz elə Allah qapısını açsın, tezliklə azadlığa buraxılsın, amma çıxıb biraz psixiatrik, biraz psixoloji müalicə alsa daha yaxşı olar. Çünki bəzən rabitəsiz cümlələr işlədir. Ancaq mən hesab edirəm ki, həmin o TikTok platformasındakı yarışlarda, oyunlarda, orada baş verənlərdə bəlkə də, mənim yenə də şəxsi fikrimdir, ən az təqsiri olan adamlardan biri budur. Elə ona da ən az təqsirlə maddə qoyublar. Bunu da insafən demək lazımdır. Amma ən az təqsir nəyi deyirəm? Yəni, çünki orada İlhamə 5-3 manatın sanki badına getmiş adamdır. Çünki belə deyək də, yəni o oyunun təşkilatçıları, oradan böyük pullar qazananlar, qazanmaq istəyənlər ki var idi. Amma özü də bilir ki, bəli, o direlin badına gedib. Və yəni, bir daha deyirəm, burada bax, fikirlər səsləndirilir. Deməli, özü səsləndirir ki, mən Azərbaycan qadınıyam filan, amma axırda da görürsünüz nə deyir. Bax, bu 3 cümlə ilə əslində bu qadın göstərir ki, baş verənlərin fərqində olub, deyir, mən tərtəmiz, pak qadınam. Ardınca nə var TikTok'da direl zad demişəm, bu da xoş qarşılanmayıb və mənə maraqlıdır. Ümumiyyətlə, İlhamə xanım düşünürdü ki, bu direl söhbəti xoşmu qarşılanmalıdır? Yəni, o söhbət necə xoş qarşılana bilər, necə xoş qarşılanmalı idi ki? Burası da var, düzdür, bağlı qapı arxasında olan insanla bağlı danışarkən xüsusən ehtiyatla davranmaq lazımdır. Ancaq bir daha öz arzumu dilə gətirirəm, belə deyək də, yəni özün dediyi kimi atası dünyasını dəyişib, anası 2-ci qrup xəstədir, özünün də məncə müalicəyə ehtiyacı var və güman edirəm ki, məhkəmə onunla bağlı belə deyək də, müsbət bir qərar verəcək. Məsələn, Melisa qrupun rəhbərini ev dustaqlığına buraxıblar, hansı ki, o boyda hadisə baş vermişdi, orada insan da ölə bilərdi. Yəni, ümid edirəm ki, məhkəmə o humanizmi bu qadına qarşı da göstərə bilər. Ancaq bir şərtlə ki, bu qadın, ümumiyyətlə, bu adama, bilmirəm, qanunumuzda belə bir şey varmı, yoxmu, sosial platformalardan istifadə etmək məsələsi qadağan edilməlidir. Yəni, bu adam sosial şəbəkələrdən düzgün istifadə edə bilmir. Bir də bir şey də diqqətə çatdırım, mən
Burada sosial şəbəkələrdən istifadə edən daha çox bu qadının canlılar açırdılar da, yəni belə deyək, canlı yayımlar açırdılar. Bunun öz səhifəsi, elə bir səhifəsi yox idi demək olar ki. Var idisə də çox kiçik bir səhifə idi. Sadəcə müəyyən səhifələrin bəyənməsini, takibini, nə bilim, nələrini artırmaq üçün bu qadından istifadə edirlər. Bu arada bir daha diqqətinizə çatdırıram, TikTokdan bizi izləyənlər. Görüntüləri də izləmək istəyirsinizsə, YouTube'da İntiqam Valihoğlu yazın, canlı yayımdayıq, həmin o məhkəmədən görüntülərimiz var. Və deyir, bu sənsən, ay Direl xanım, mən səni indi tanıdım. Baxın, izləyicilərin də yadındadan belə qalıb, amma özü dediyi kimi nə qədər şeirlər yazıb, nə qədər əsərləri var filan. Həmin vaxt kimi tutdularsa, hamısı narkotik vasitəsilə məşğul olmaq damğası vuruldu, belə bir düşüncə var. Amma mən sizə bir şey deyim, dəyərli izləyicilər, onu məhkəmənin gedişi göstərəcək, damğaymış, yoxsa reallıq imiş, onu hər halda məhkəmə göstərəcək. Ancaq bəzi şeylər var ki, bu həyatda, onlar bəlkə narkotikdən də belə deyək, təhlükəlidir. Onlardan da biri ümumiyyətlə ictimaiyyəti pozmaqdan gedir söhbət. Narkotik istifadə edən adamın qəsdi, ondan sonra ziyanlığı təkcə özünə olur, bəzən ətrafı da bəli ziyan verir. Ancaq bir də var, kütləvi şəkildə cəmiyyətdə belə deyək də, o üzr istəyirəm bu ifadəyə görə, kütləvi şəkildə bu pozğunluq və s. bu kimi şeyləri yaymaq çox ağır fəsadlara gətirib çıxara bilir və dəhşətli nəticələri olur onun. O baxımdan siz elə hesab eləməyin ki, bu sosial şəbəkə üzərindən belə deyək, pis-pis işlər görən adamlar heç də o narkotik istifadə edən adamlardan geri qalmırlar, bunu deyim sizə. Ancaq mən hesab edirəm ki, hələ də onların arasında bəziləri var ki, zaman-zaman onlarla da bağlı deməli, müəyyən ölçülər götürüləcək. Düzdür, onların arasında sutkalıq cəzalanlar oldu, ictimai işlərə cəlb olunanlar və s. və ilaxır. Məsələn, Ləman Vəliyeva ilə bağlı baldızının şikayəti var idi. Hansı ki, deməli, onu da səhv eləmirəmsə 240 saat deməli, müəyyən işlər deməli, görməlidir və hələ ki, onun nəticəsi mənə maraqlıdır. O necə olacaq və o gördümü, həmin o cəzasını çəkdimi, çəkmədimi. Amma tək o deyil, yəni. Bax, məsələn, 60 sutka cəza alan Sako var idi. O da, belə deyək, son limit həddindədir. Bir çoxları var idi. Məsələn, o Rəşad Emin qardaşlarının niyə saxlandığı da mənim üçün ayrıca bir sualdır ki, orada nə baş vermişdi, düzdür, o ittiham filan vardı, amma onlar özlərini çox dürüst təqdim edirdilər, nə bilim, və s. və ilaxır. Onların da yəqin məhkəməsində bir çox məsələləri dərindən ən azından bilmiş olacaq.